Salam hər kəsə. Bu günləri sizlərə $1 yaxın pul qazandığım bir oyun göstərəcəm. Tamamilə yatırımsız bir şəkildə pul qazana biləcəyiniz bir oyundur. Gəlin son ödəmələrimizə baxaq. O ödəmə hal-hazırda gəlibdir. Ayın 7-si ödəmə $1 ödəmə gəldi. Gəlin keçid edək oyunumuza və oyundan necə pul qazanmaq olur. O biri oyunlara baxan yerdə bu yaxşı qazanc əldə etmək mümkündür bu oyundan. Hardasa 2 saat, 4 saat, 5 saat ərzində belə deyim, ekran açıq qalacaq və siz oradan pullar qazanacaqsınız. Gəlin oyunumuza keçid edək. Oyunumuz budur dostlar. Oyunda necə qeydiyyatdan keçilir? Oyunun qeydiyyatı tamamilə asandır. Yükləmə linkinə daxil olasınız. Sizi Play Marketə yönləndirəcək və orada çıxan oyunu yüklüyürsünüz və oyuna daxil olduqdan sonra sizin qarşınıza belə bir səhifə açılacaqdır. Buradan çıxarışlar dollar kimidir. Və bu dolları karta necə atmaq olur, onu da videoda izah edəcəm. Karta atmaqdan ötürü sizə asan bir yolunu deyim. Siz oyunda pulunuzu yığın, mənə Telegramda və ya hər hansısa bir sosial şəbəkədə yazın. Altda videonun alt hissəsinə yerləşdirəcəm sosial şəbəkələri. Oradan yazdıqdan sonra mən sizə bu çıxarışınızı etməyə köməklik eləyəcəm kartınıza. Gəlin daxil olaq, necə qazanmaq olur ona. İlk növbədə burada belə bir şey deyim sizlərə, daha çox pul qazanma bölməsi var. Mənim hal-hazırdakı balansım $0.04 puldur. Belə deyim, bunu qısa bir müddətə yığmışam. Elə çox vaxtım da getməyib, çünki bu oyun daha çox gəlir qazandırır insanlara. Burada hədiyyələr bölməsi var. Bu aşağıda hədiyyə bölməsi var. Bu hədiyyə bölməsindən də pul qazanmaq mümkündür. Hədiyyə bölməsində nə varıq? Neynirik? Məsələn, burada deyir ki, YouTube kanalına abunə ol və bizdən pul qazan. Gəlin daxil olaq bu oyuna. Daxil olduq və heç daxil olmamış çıxırıq və gördüyünüz kimi bizə 2000 dənə pul ödədi. Bunların YouTube kanallarına abunə olduğumuza görə. Belə tapşırıqlar var burada. Tapşırıqlara baxa bilərsiniz. Məsələn, sadə tapşırıqlardan birini eləyim. İndi bu oyunları da yükləyib belə pul götürə bilərsiniz oradan. Amma mən sadələrini axtarıram ki, sizə göstərmək məqsədi ilə. Məsələn, deyir, buna daxil ol YouTube kanalına. Məsələn, daxil olmamış çıxırıq və gördüyünüz kimi bizim pulumuzu ödədi. Və məsələn, bunu da göstərim sizlərə. Məsələn, bura daxil oluruq və daxil olmamış çıxdıq və gördüyünüz kimi pul ödədi. Elə gəlin əsas balansa daxil olaq. Hal-hazırda gördüyünüz kimi 0.04-dür. Məsələn, bir dənəsini də eləyək. Elə balansımız olsun. Balansımız qalxsın burada. Məsələn, bu görək aktiv olur. Bunu bilmirəm, amma YouTube olur. Hə, gözləyək aktiv oldu. İndi balansımıza bir də baxaq. Gördüyünüz kimi qısa müddətdə 0.04 idi, indi oldu 0.05. Pul çəkmə də sadədir, onu da izah eləyəcəm. Necə oyunu başladıq, pul qazana bilərsiniz, o hissəyə daxil olaq. Məsələn, burada belə bir səhifə açılacaq sizin qarşınızda. Bu səhifədə nə edirsiniz? Burada start düyməsinə bir dəfə daxil olursunuz. Sizin istədiyiniz karakteri seçə bilirsiniz. Məsələn, burada qız karakteri də var, oğlan karakteri də. İndi özünüzə uyğun seçirsiniz. Fərqi yoxdur bunun. Məsələn, burada start düyməsinə daxil oldum və bizə bir dənə reklam göstərir. Bu reklam məsələn 8 saniyədə ola bilər, 30 saniyədə ola bilər. İndi reklamdan reklama fərq var. Bu reklama görə bizə pul ödəyəcək. Gözləyirik. Aşağıda 8 saniyə, 7 saniyə qaldı. Kanalımıza da abunə deyilsinizsə, kanalımıza abunə olun və videonun alt hissəsində Telegram qrupumuz var. Oradan da qoşulub söhbət edə bilərsiniz bizlə. 2 saniyə qaldı. Və X düyməsinə daxil oluruq. Daxil olduqdan sonra qarşımıza bu cür bir səhifə açılacaq. Bu səhifədə biz qaldıqca bizə pul ödəyəcək. Necə olur? Məsələn, bax, yuxarıda 0 yazılıbmı? Bu 0 nədir? 0 oyunun öz puludur. Bu oyunun öz pulunu yığdıqca bizim dollarlara çevrilir. Məsələn, aşağıda gördüyünüz kimi bir dənə dollar işarəsi var. 0.0003 4 dənə 0 var təxmini. Sol tərəfdə isə 1 level yazılıb. Bu da bizim səviyyəmizdir. Bu səviyyə nə qədər yüksəldikcə bizə daha o qədər pullar verir. Məsələn, hal-hazırda 1914 dənə oyunun öz pulundan yığıb. Bu next bölməsi nədir? Next bölməsi məsələn 5 dəqiqə vaxt verir. 5 dəqiqə ərzində biz bu ekranı açıq saxlayırıq bu şəkildə. Saxladıqdan sonra bizim səviyyəmiz olur 2 və daha artıq pullar yığmağa başlayır.
Və bu da sol tərəfdə olan saat çəkili isə geri sayımdır. Məsələn, gördüyünüz kimi 3063 dənə oldu. Bu da bərabərdir 0,003-ə. Qısa müddətdə yığmaq olur. Mən videonu saxladacağam. Biraz pul yığsın, sizlərə qaldığımız yerdən davam etdirək. Baxın, burada indi hal-hazırda mən yığmışam 10.000-ə yaxın oyunun pulundan var. Bunun da dəyəri 0,01 dollar pul eləyir. Və aşağıda sol tərəfdə gördüyünüz kimi səviyyəmiz də qalxdı, 2 səviyyə olduq. Və daha tez-tez pul yığmağa başlayacaq. Videomuzu həm bəyənərsiniz, həm də şərhlərə suallarınızı yaza bilərsiniz. Mən də əlimdən gələn qədər hamının suallarına ətraflı cavab verəcəm. Gəlin elə oyunumuzu saxlayaq. Oyunumuzu saxlamaq necədir? Necə saxladıqdan sonra balansınıza oturacaq bu, onu izah eləyim. Burada X düyməsi var. Bu X düyməsinə bircə dəfə daxil oluruq. Daxil olduqdan sonra sizə deyir ki, oyundan çıxmaq istəyirsiniz və balansınıza pulu keçməyini istəyirsinizsə, Connect düyməsinə daxil olun. Və balansımıza 0,01 dollar köçdü. Və reklam çıxır qarşımıza. Reklam da X verir. Məsələn, mənim balansımda oldu hal-hazırda 0,06 dollar pul. Belə-belə qısa müddətə yığmaq olur. Pul çəkmək də necədir, onu izah edeyim. Withdraw düyməsinə daxil oluruq. Burada hansı pul qablarına çəkmək olur, onu deyim sizə. Azərbaycanda əsasən istifadə olunanlar Payer-dir, Binance hesablarıdır. PayPal işləmir mən bilən Azərbaycanda, amma ki Binance hesabı ya da Payer hesabına çəkə bilərsiniz. Binance hesabına çəkməkdən ötürü pulunuz balansınızda ən azı 0,035 dollar olduqda Binance hesabına çəkirsiniz və çəkdikdən sonra nə etmək olar daha çox pul qazanmaq üçün? Çəkdiyiniz pulun ekran görüntüsünü Instagramda bunları etiketləyib atanda isə artıqdan sizə 0,02 dollar pul verir. Belə də buradan pul qazanmaq olur, artıq pul. Elə sizə izah eləyim. Və karta atmaq istəyən dostlarımız olsa, balansına 0,35 dollar pul yığar. Mənə yazar Telegramdan, mən onlara köməklik eləyərəm bu balansında olan pulu kartlarına atmağa. Amma Binance-dır, Payer hesablarına atmaq istəyənlər özləri buradan ata bilər rahat bir şəkildə. Daha çox pul qazanmaqdan ötürü bunların öz referal sistemi var. Referal sistemləri necədir? Hər çağırdığınız istifadəçiyə görə sizə 0,10 dollar pul verir. Və bundan başqa bunların sistemi də var. Məsələn, sistem nədir? Burada 5 referal var və 5 referal çağırsaz 0,10 dollar, 10 referal çağırsaz 0,15 dollar artıqdan verilən pullardır. 20 referala 0,20 dollar verir. Belə-belə buradan da pul qazanmaq olur və burada isə 500 dənə tıklamaya sizə pul qazandırır. Başqa nə var burada qazanc üsullarına? Məsələn, burada belə bir hissə var. Bunları Telegramdır və s. kimi göstərir. Bunlar qruplarıdır. Daxil olub buradan da baxa bilərsiniz. Ödəmələr 100% eləyir. Onu mən sizə deyim. Mən paylaşdığım heç bir oyun və digər şeylər yatırım tövsiyəsi deyil. Yalnız yatırımsız şəkildə pul qazana biləcəyiniz bir oyunlardır. Burada bu hissədə isə burada pul qazananlardır göstərir. Başqa nə var? Burada hədiyyələr var. Ən çox referal çağıran insanlar bu hədiyyələri qazana bilir. Məsələn, belə deyim sizə. Burada necə qazanmaq olur? Referal çağırırsınız və çağırdığınız referalların sayı aşağı düşür və yarışmaya qoşulursunuz və siz də burada mükafatlar qazanmış olursunuz. Belə dostlar, izah edəcəyim heç nə qalmadı. Hər bir şey sizlərə başa saldım. Kanalımızdakı bu izlədiyiniz videonu bəyənib bir dənə şərh yazsaz yaxşı olar və bu tip oyunlar sizə paylaşaram. Siz də daha çox pullar qazanmış olarsınız. Sağ olun dostlar, gəlin videolarımızda görüşürüz.